Bugün Novruzun ilk müjdəçisi Xızır Nəbi gecəsidir. Bu qədim tarixi hadisə fevralın 10-dan 11-nə keçən gecədən qeyd olunur. Bu ənənə Kiçik Çillənin sonuncu 10 günlüyünü başa çatdıqda olur. Yəni sonuncu 10 günlüyü. Həmin andan yazın müjdəçisi olan Xızır gecələri başlayır. Deyilənə görə Xızır Peyğəmbərin adı ilə bağlı olan bu gecə yazın gəlişinin ilk müjdəçisi olduğundan uzun illərdir hər il sakinlər bunu məxsusi qeyd edirlər. Xızır Nəbini qərb bölgəsində Xıdır Nəbi adlandırırlar. Bu ənənə ilə bağlı süjeti izləyək. Xıdır Nəbi, Xıdır yaz. Yumurtanın üstünü yaz. Ürəyimdə diləyim var, nə yazırsan, qırmızı yaz. Xızır Nəbi gecəsi, Xızır və ya Xıdır Nəbi kimi də adlandırılan bu bayramı insanlar təmtəraqla, xüsusi bayram mərasimləri ilə qeyd edirlər. Sakinlər fevralın 10-nu və bu gecəni baharın gəlişinin müjdəsi kimi qeyd edirlər. Bu bayramda birbaşa ərişdə kəsilərdi. Buğda, qardalı, müxtəlif onun içinə ədviyyatlar da, qovurlar da bir yerdə. Bunu üydüb un alır. Həmin unu bəhməz deyirik bizim eldə obada. Bəhməzlə, şərbətlə qarışdırıb onu yemək halına gətiririk. Bu da ki, Azərbaycan süfrəsinin ən əvəz edilməz, ən möhtəşəm şirniyyatı sayılır. Xızır Nəbi bayramının şirniyyatı birbaşa qovut unudur. İnanca görə bugündən sonra qışın məşəqqətləri arxada qalır. Təbiətdə yazın nəfəsi duyulur. Sanki bir oyanma başlayır. Xalq rəvayətlərinə görə insanları çətinliklərdən qurtarmaq üçün Xıdır Nəbi, yəni Xızır Nəbi qış günlərində evlərə bərəkət paylayır. Bolluq bərəkət rəmzidir. Xıdır Nəbi bayramı deyirlər. Ümumiyyətlə, Xıdır Nəbinin də adı ilə bağlıdır bu bayram. Həmişə yaşar peyğəmbərlərimizdən olubdur. Xıdır sözünün ümumiyyətlə mənası yaşıllıq deməkdir. Yaşıllıq mənasını verir və İslam inancına görə də Xıdır Nəbi ilə Xıdır İlyasın görüşdüyü andır. Bu da demək olar ki, bu qışın oğlan çağında qeyd olunur, Kiçik Çillənin başlanğıcı deməkdir. Xıdır bayramında qovut hazırlanır. Necə ki, Novruza şəkərbura, paxlava süfrəni bəzəyirsə, bugün də süfrənin bəzəyi qovutdur. Bugün hər kəsin evində qovud olmalıdır. Qız gəlinlər gün ərzində qovud hazırlayır, təmizlik işləri görürlər. Qovud tez ərsiyə gələn qida olmaqla halva dadı verir. İçliyi də sadədir. Buğda və qarğdalı üyüdürlər. Qovururlar, sonra isə bəhməzlə isladıb formuya salırlar. Qovutun bir üstün cəhəti də onun uzun müddət istifadəyə yararlı qalmasıdır. Adətən kənd yerlərində qovut ununu qarğıdaldan, buğdadan qoyururlar, kirkirədə çəkilir və tez hazırlandığı üçün qovut hazırlanır və Xızırın simvolu olaraq yaxınlara, sevimlərlə, qonşulara paylanır şirniyyat kimi. Xıdır Nəbi bayramında ümumiyyətcə xonçalar tutulur, şirniyyatlar hazırlanır və bunların içində mütləq qovud olmalıdır. Xıdır Nəbi gecələrinin bayram edilməsi həm də günlərin uzanması, havaların nisbətən isinməsi, yazın gəlişinin hiss olunması ilə bağlı olan mərasimdir. Elə buna görə də bu günlərdə artıq insanlar biri-birini yazın gəlişinin müjdəçisi Xıdır Nəbi bayramı münasibəti ilə təbrik edir, yaz fəslinə, bayramlara indidən hazırlıqlara başlayırlar. Bundan sonra isə Novruza qədər çərşənbələr başlayır.